Geldim. 8-ci sinifdən sonra mən gəldim kəndə oxumaq, məktəbdə. Nə üçün? Məktəbimiz o tərəfdə başda. Universitetə girmək üçün. Universitetə kənddən gələn uşaqlara universitetə pulsuza düşürlər. Onların pulsuza düşmək ehtimalı %100 idi. Ona görə mən gəldim kəndə. 9-cu sinif, 9, 10, 11 qutardım burada. Və yaşayırdım bu evdə. Nənəmin, babanın evində. Dayımla. Burada yekə 2 dənə ağac var idi. O ağaçları həmişə nənəm deyirdi, ərərvatdılar onlar. Biryoza ağaçları idi. Altında da bisetka var idi. Ağac da yoxdu. Kötükləri qalıb. Bu da bizim letni kuxnyadır. Bunu dayım özüm yığmışdı. Bu ev ayrı yerdə dururdu. Onu söküb, brevno bir gətirib nömrələr doğmalıdır. Yük tərəf, belə hər tərəfdə yazılı belə yığmışdı yerinə onları. Bura letni kuxnyadır. Qapıda köhnə. Hayda. Burada otaq var idi. Dayı, yekə dayı indi yaşayır burada. Qurudur. O ağac biryozadır. Bu hamam üçün qurudurlar. Burada belə bağlı idi belə. Burada bir otaq, burada da kuxnya var idi. İndi oldu qaraj. İdu. Hayatı sonra göstereceğim size. Bu da, bunda da etkirdi. Hala bu bağlıydı bile. Burada ayna bent var idi. Köhne kreslolar aramızda. Bu evde dururdu. Kapını bağlayan da hemşe. Kapını bağlayıp zamokla açarı burada gizledirdik hemşe. Evden çıkan. Bu nənəmin, babanın evidir. Onu yaşamaq lazımdı bu hissini. Burada peç dururdu. Biz balaca olanda qalxanda nənəm həmişə isti çörək pişirirdi peçdə. Bu da kladovkadır. Burada nənə un saxlayırdı. Hər şey nədir vardı. Bu qapı belə açıq dururdu. Nənə otururdu burada. Südü separatorlar vardı o vaxtları. Südü eləyirdi. Qaymaq çıxırdı. Abrat burada bir iki şkaf var idi. Burada un dururdu. Sonra belə girirsən. Burada divan dururdu. Burada stol var idi. Divarda gəvə asılırdı belə bezəkli bizim bezəklərlə. Biz burada oturub yemək yirdik. Yayda. Burada da kladovka idi. Burada xalazinlik var idi. Burada həmişə nənəm ət asırdı, ət quruyurdu ya da şortdan düzəldənlər, qurtlar, onları quruyurdu. Mən də bura məhlənin otunu təmizləyəndə kavunkalar var idi. Köhnə onları bura qoyurdum. İkisini mahnı qoşurdum. Mahnı ilə otu təmizləyirdim. Bu da evdə. Köhnə. Deməli, gəlirdik axşam kənddə gəzməkdən sonra qardaşımla, bacımla bu qapını elə yavaş açırdıq. Heç kimi qaldırmayaq. Bunun bir metodu var idi açmağa. Yavaş qaldırırsan yuxarı, sonra tartırsan. Amma bu ən qorxulu qapıdır. Bacımın balaca olanda bacım barmağı qaldı arasında. Elə bil baş barmağının yarısını kopmuşdu.
O qapıdan qorxurduq biz. Buradan gelirdik. Burada şkaf var idi paltar asma. Bir de iki güzgü var idi. Trimo ile ayakkabıları çıkardırdık. Bu da zal idi. Aboyları yok idi. Ne balaca olubdu otağı. Mən üçün də çox yekəydi. Burada yekə qəvə var idi. O vaxtın ki, nənənimin ceyizi idi. Qırmızı naxışlarla. Ən nə xoşlamırdım mən həmişə burada o aynaları. Heç nə görsənmirdi, düzənməli. Elə bir bulanlıq aynalar nətər idi. Televizor da burada belə dururdu. Nə balaca olurdu otaq. Balaca. Bu da umuvaniqimizdir. Elə köhnədir. O vaxtın ki. Şifonyer də öz yerindədir. Hamısı. Burada bu qapının dalında nənə saxlayırdı. Bir şoxla pisox. Deyirdi, pisox gətirin, qaçırdıq, burada açırdıq. Bu şkaf köhnədir, bu nakleykalar. Hamısını biz yapıştırırdıq. Aydan neçə il keçdi, hamısı elə nətər var idi. Даже evin iyisiydi. Bu da nənəmin, babanın otağıydı. Kravatlar da onlarındı. Kravatlarına dururdu öylədi. Burada aynanın o tərəfdə üzüm ağacı vardı. Burada həmişə belə sərinlik var idi. Üzüm bağlayırdı buranı. Bu da mənim otağım olmuşdu. Haboy var indi. Haboy. Ha, buranı da dəyişdiriblər. Burada yaşıl, yaşıl renkdə linoleum var idi. O yüzden o vaxtınki linoleumdu. Heç haboy zatı yox idi. İndi burada qocalar yaşayırdı. Qoca dayı da qocalıqdı. Dayının arvadı xəstədir. Bu mənim qardaşımın kravatıydı. Van Damı çox xoşdurdu. Van Damın nakleykaları yapıştırırdı. Hala da buradadır her şey. Burada bir tane ayna var idi. Oradaydı o. Bakın budur. Deməli bunlar hamısı bulanlıqdı, görməyə olmurdu. Bir dənə buydu, qəşəkdi. Bunu bəyənirdim. Lazım olanda çıxırdım bura aynaya. Baxırdım, aynadan buradan baxırdım. Çünki hər şey bilinir, görsənir. Burada şkaf var idi. Orada kuxnyaydı. Qışda deməli kuxnyada orada olurduq. Bu da peçimiz idi. Peçdən buradan elə belə isti gəlir. Bir də bu divara sinirdi, hər tərəfə gedirdi. Belə bu kuxnyaydı. Geldik məhləmizə. Burada eken nənənin güllər var idi. Liliyalar. Bu da qarot elə var idi. Elə nətər var idi. Prosta hər il yerləri dəyişirdi. Bir də belə qıraqlarda nə deyir, darvaza yox. Ştafetnik. Nə deyirlər belə bu boyda qıraqlarda yaddan çıxdı o söz. Reyke çan var idi suyla doldururdu. Ağacı yoxdu. Alma ağacı var idi ortada. Burada hava 8 il əvvəl gələndə qardaşımın toyunda burada üzüm ağacı var idi. Belə bağlayırdı hər yeri üzüm. Bu üzüm yarpağından mən bunlara dolma pişirmişdim. Deyildi, bu da nənənin qarağatdır. Buna deyirlər Damashnaya Smorodinada ev qarağatdır. Bunun da adı ayrı olur.
Nenenin bağı. Dadır. Allah'a şükür. Ben bugün burada. Öz ayağımdan yeriyorum, fırlanırım. Bunların yarpaqları da həmişə tilə olurdu. Nənə bunları dərmanlayırdı. Da qırmızı qarağa mən xoşlamırdım heç vaxt. Turşu olurdu. Уже холодно. Морковь. Бракы. И так и будет морковь. А, кök. Kök.